Efiri mən səhər tezdən ona görə açdım ki, mənim əsəblərim tara gəldi. Bir qazi, zabit kimi, bir ağsaqqal kimi bana çox təsir elədi. Bizim xoş gəldin şəhidlərin qardaşı, şəhid atası, hamınız xoş gəldiniz. Dediyim nədən ibarətdir? Gör, Azərbaycanda bizim Vüqar ata kimi Bərdədən olan şəhid atamızın başına gələnlər, hadisələri və ona olan haqsızlıqlar, ona görə ona olunan hətta belə çıxır ki, onun bu halda da onun haqqında pis-pis sözləri yazmaq, pis-pis iradları tutmaq, pis-pis fikirlər yazmaq, nə qədər səviyyəsiz, nə qədər düşüncəsiz insanlar var ki, belə bir şeyləri şəhid atasına yazaraq və onu təhqir edib və onu daha da uzlaşdırmağa çalışanlar var. Şəhid ataları toxunulmazdır. Azərbaycanın milli mənəvi dəyərləri şəhidlərimizdir. Bunu min dəfələrlə deyirəm. Mən özümdən utanıram. Mənəvi dəyərləridir dövlətin. Dövlət onların sununda qanı hesabına dayandı və şəhid ataları toxunulmazdır. Şəhid ataları müzakirə olunmazdı. Hətta onların səhvi olsa belə onun qarşısında olan şəxs hər hansı bir güzəştli şəkildə müailə gəlir, hörmət əlaməti olaraq hər hansı bir onların əsəbini və onların müəyyən qədər istəyinə uyğun hərəkət eləməlidir. Nə qədər bu Allahsızlıq, haqsızlıq var ki, hətta baxıram mən efirdə cavan bir oğlan oturub orada, durub şəhid ailələrini müzakirə edir. Şəhid atası Vüqar atanı, Bərdədən olan Vüqar atanı Şəmkir postunda mübahisəli bir tendensiya baş verir. Bunu da daha da qıcıqlandırmaq, daha da şıxlandırıb pis niyyətlə yazanlara deyirəm bunu. Ayıb olsun sizlərə, utanın. Gör, nə qədər siz səviyyəsiz bir insanın bədənindən, canından can gedir. Bu şəhid atalarını, şəhid analarını nə qədər çalışırsınız ki, hörmətsiz elərsiniz. Qaziləri başa düşdük. Qazilərin bəzilərində də səhvlər var idi, olurdu. Bunlar, bilin, bəzi də çıxır, deyir ki, hələ müqəddəs deyil. Bəli, mənim üçün şəhid ailəsi də, şəhid də müqəddəsdir. Mənim üçün toxunulmazdır. Özünü qanan insan, bir qazi olaraq mən onların əmanətiyəm, biz qazilər də əmanəti. İndiki zamanda utanıram ona görə ki, bugün qazi olan şəhidlərin əmanəti heç birimiz, biz şəhidlərimizi qoruya bilmirik. Şəhidlərimizin haqqını qoruya bilmirik. Şəhidləri dünyaya gətirən ata-anadır. Bəli, tək şəhid atalarının, analarının deyil. Şəhidlər həm də bizimdir, həm də bizim ocağımızdır, həm də bizim müqəddəsimizdir. Allah dərgahında Allahın verdiyi titula biz hörmət etməsək, Allah da bizə hörmət etməz. Bu nə məntiqdir, nə mənadır? Düşüb siz ortalığa yazırsınız pis-pis, güya ki, dövləti müdafiə edirsiniz. Dövləti müdafiə etmişsiniz. Əksinə, dövləti nüfuzdan salırsınız. Sizlər kimsiniz ki, yazırsınız şəhid atasını? Hətta mən bəzilərinə də rast gəldim. Ayıbdır. Özünüzə hörmət edin. Şəhidlər bir daha geri qaydası deyil. Onların ruhunla biz yaşamalıyıq. Azərbaycanın dirəyi, Azərbaycanın sütunu, onların qanı hesabına başa gələn qazilərin, şəhidlərin bu sütunu saxlamaq lazımdır. Əgər sən şəhidin ailəsinə, şəhidin atası Vüqar ataya, ümumiyyətlə onun simasında şəhidlərin atasına dil uzadırsan, devəli dövlətə dil uzadırsan, sən dövləti sevən insan deyilsən. Dövlət içində səhv eləyə bilər, vətəndaş da səhv eləyə bilər, hamı səhv eləyə bilər. Bu səhvləri araşdırılması bugün dövlət tərəfindən yəqin ki, araşdırılır. Yəqin hələ yekun nəticə yoxdur. Buna hələ nəticə olmadan, dövlətin bir mövqeyi olmadan siz başlayacaqsınız. O şəhid atasının da video zapisini vermək çox həddindən artıq səhv fikirdir. Çox səhv fikirdir, daha da qıcıqlandırırsınız və şəhid sevərləri də əsəbləşdirirsiniz. Nəyə lazım idi ki, o təzdən zapisi verib özünüzü hörmət edin. Dövlətin şəhidinə dil uzadan atasına, anasına bilin və agah olun, o xalq vətən xainidir. Olmaz. Olmaz, bir mənalı şəkildə. Biri çıxır deyir ki, şəhid atası o deməkdir ki, haqqı tapdalasın. Şəhid ataları hansı haqqı tapdalayıb? Kimin haqqını tapdalayıb? Şəhid ataları, anaları, biləsiniz ki, şəhidlərdən sonra milli mənəvi dəyərlərdir, dövlətin və qazilərdir. Bunu bilin. Azərbaycan xalqının müdafiəsində, Azərbaycan vətəndaşına və dövlətin müdafiəsində veteran qazilər və şəhid ailələri dövlətin yanında durur. Dövlətimizi qoruyuruq. Bu dərəcədə dövləti gətirib Azərbaycan xalqını gətirib hər hansı bir formada narazılıq salmaq və onun haqqında hər hansı bir hörmət söhbət eləmək mən yaraşdırmıram.
qanında, canında azad. Güya dövlətə yaranırsınız. Xeyr, dövləti sevən adamlar deyilsiniz siz. Dövlətin mənli mənəvi dəyəri şəhər atası. Dil uzadıb onu təhqir edirsiniz. Utanın, ayıb olsun. Canından can gedib. Zabit olub. Özü də Qarabağ iştirakçısıdır, veteranıdır. Ayıb olsun sizə. Sizin hala o danışanlara deyirəm, üzr istəyirəm, o sevənlərə yox, sevənlərə canım fəda olsun. Azərbaycan dövlətini, Azərbaycan millətini və onun vətəndaşını, onun torpağını sevənlərə canım fəda olsun. Mənim kimi yüzlərlə qazinin canı fəda olsun bu torpağa, millətə. Bu nə məntiqdir? Gör, mən ağsaqqal adam, onu axşamdan baxıram, ilahi deyirəm ki, saçdaşər falan olar, bu qədər də hörmətsizlik olar. Vüqar atanı tanıyırsınızmı? Vüqar atanın elədiyi hərəkətləri bilirsinizmi? Bilmirsiniz. Vüqar ata şəxsiyyət ilə evladını verməklə bərabər. O özü bir şəxsiyyətdir. Şəhid atası da özü nə qədər zulümlər çəkibdir, nə qədər əməliyyatlar keçirir. Nə yaraşar? Nə yaraşar ki, o şəhid atasının haqqında belə bir ifadələr yazır? Güya ki, kimisə düz, kimisə səhv çıxartmaqdır fikriniz. Danışıqlarınızda fikir verin. Danışıqlarınıza fikir verin. Və tamamilə bilin və agah olun. Şəhid atasına dil uzadan Azərbaycan vətəndaşı deyil. Onun səhifini çalışın. Səhif demirəm, səhiflər ola bilər. Hamımız dəvirdən deyilik ki, Robert deyilik ki, bir səhifsiz Allahdır. Hamımızın səhifimiz ola bilər. Ancaq bilə-bilə də günah işlətməz heç vaxtı, heç kim. Onu ördəmə xahiş edirəm sizdən və təvəqqə edirəm. Bilin və agah olun. Şəhid ailələri müqəddəs sayıram mən özüm üçün. Bu mənim üçün müqəddəsdir. Şəhidlər bütün millət üçün əziz və müqəddəsdir. Hamı sevməlidir. Əgər sevməyən varsa, hörmət eləmək məcburidir. Məcburi hörmət eləməlisən. O sənin namusunu, qeyrətini, mənəviyyatını, kişiliyini, bütün cəmiyyətdə olan insanların haqqını qoruyub, qanınla yerə töküb. Qanını qoruyub, özünü fəda verib. Siz bir dərk edin ki, bir ata, bir ana, evlad itiricisi nə deməkdir? Nə dərəcədə sizin bir haqqınız, kişiliyiniz, vicdanınız, mənəviyyatınız var ki, siz şəhid atasına dil uzadıb daha da nədir məqsədiniz? Şəhid atalarını təhqir edib linç eləməkdir. Nədir məqsədiniz? Qazilərə deyirsiniz, yaxşı, bunu da bəyə qədər başa düşürük ki, bəzi qazilərimizin də ola bilər səhvi var. Bizə şey bilin, bu qaydası deyil, bu şəhidlərimiz yeri qaydası deyil. Şəhidlərimizi ancaq anımla, ancaq qalbimizdə, şəhərimizdə, daxili dünyamızda onun şəhidlərə və şəhidin varislərə hörmət bəsləməklə biz yaşad olmalıyıq. Biz onları müqəddəs məkanda olmağını Allahdan arzu edərik. Qoy məqamları həmişə uzada olsun, deyəcək ki, uzada var. Bəsdirin bu qədər yazılar, pozular. Hər kim gəldi pis-pis yazırsınız. Nə udursunuz, nə qazanırsınız? Bilin, onun simasında deyirəm ki, atamız Vüqar, şəhid atamız Vüqarın simasında şəhidlərə hətta mesaj göndərəndə də var ki, bunu kimi şəhid atalarından uzaqda durun. Bunu kimi şəhidlərlə belə eləməyin. Ayıb olsun sizə, ayıb olsun. Utanın. Siz o çəngərdə yatmamışsınız. Siz o görməmişsiniz, o yazanlara deyirəm. Yəqin ki, siz çox güman ki, ədəb ərkəninizi itirmişsiniz. Bu qədər də olmaz. Bu qədər də vicdansızlıq eləmək olmaz. Canımızdan gedib, biz torpağımızın uğrunda mübarizə aparan evlatlarımıza bu cür münasibət bəsləməliyik. Mən xahiş edirəm və təvəqqə edirəm və tələb edirəm o kəslərdən ki, sözlərinizi kəsin, o videolarınızı silin, utanın. Heç olmasa dönün papağınızı qoyun qabağınıza, görün o dedikləriniz həqiqətə uyğundurmu? Nə qədər belə insanlar mən troll sayaram. Heç bir Azərbaycanlı vətəndaşı bu dərəcədə də əysik şəhid ailəsinə dil uzatma. Şəhid atasıdır. Şəhid atasıdır bu. Mən demirəm ki, bu haqsızlıq eləsin. Mən demirəm, qanun hamının üçün qanundur. Qanuna rəyət eləmək hamının borcudur bir mənalı şəkildə. Qanunu pozanı da cəzası olmalıdır. Təbii. Ancaq siz götürüb onu yazırsınız. Az qalırsınız ki, xalq düşməni çıxardasınız. Az qalırsınız ki, elə bir o yazanlara aiddir. Sizin elə bir yanınız, siz elə bir evladınızı verirsiniz. Bu nə məntiqdir? Siz ölənə, şəhidə hörməti bu cür verirsiniz. Onu yaradıb dünyaya gətirən, onu boya başa çatdıran 20 il, 18 il subay getdilər dünyadan. Atı ilə, anı ilə dost ola bilmədilər. Ailə quranmadılar. Öz nəslini artıra bilmədilər. Hansı məntiqlə siz onlara dil uzadırsınız? Ayıb olsun. Bildiniz, bilmədiniz. Hər hansı bir kəsə
Hər hansı bir kəsə durub dil uzadırsınız.